Salam dəyərli izləyicilərim, əziz YouTube kanalımın izləyiciləri, növbəti bir mənzilə hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Xiyabani küçəsində Qismət Şadlıq evi və Yeni Yasamal parkının arxasında yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 115 kvadrat ölçüyə malik yeni təmir olunmuş və təmirdən sonra yaşayış olmayan qanuni 3 otaqlı, kupçalı bir mənzili sizlərə təqdim etməyə çalışacağım. Hal-hazırda mənzilin burada giriş qapısı dəhliz hissəsindəyik. Təmir zamanı keyfiyyətli materiallardan müasir dəbəz zövqə uyğun şəkildə təmir olunmuş bir mənzildir. Keyfiyyətli materiallar əsasında təmir olunub. Girişdə mənzilə daxil olduqda sol hissədə giriş mebeli, qardırob hissə yerləşir. Bu hissədədir. Baxın, qardırob hissəmiz burada aksesuar hissəsi və geniş bir dolaba malikdir. Baxın, bu şəkildədir. Tam boy tavana qədər yığılıb. Dəhliz, sanitar qovşağı və mətbəxdə 61-20 qranit mərmər və istipoldan istifadə olunub. Bütün sırayla mən sizə mənzili təqdim edəcəm. Burada mənzilin uşaq yataq otağı, böyük yataq otağı, qonaq otağı, mətbəx hissəsi, eyvana çıxış hissə, hamam və tualet ayrı-ayrılıqda yerləşir. Bütün otaqlardan sizi yaxından tanış edəcəm. Təqdimatdan öncə kanala abunə olub videonu bəyənməyi unutmayın. Burada mənzilin tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Belə bir tualet hissə var. Lazım olan aksesuarlarla da təmin olunub. Baxın, bu şəkildədir. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunub. Burada isə mənzilin hamam otağı yerləşir. Hamam otağında da lazım olan aksesuarlarla tam şəkildə təmin olunmuşdur. Əziz izləyicilərimiz, bu şəkildədir. Qaz, su, işıq təminatı fasiləsiz, istilik sistemi fərdi olaraq kombidir. Dəhlizə də belə gözəl dekorlardan və lepqa işləmələrdən istifadə olunub. Burada mənzilin gözəl bir geniş mətbəx hissəsi yerləşir. Baxın, çox gözəl bir mənzildir. Mənzilin mətbəxindən gözəl bir eyvan hissəyə çıxış var. Burada Qismət Şadlıq evi yerləşir. Sol tərəfdə Yeni Yasamal parkı, Xiyabani küçəsidir. 17, 39, 7B, 193, 194. Digər tərəfdən isə 211 və 77 nömrəli avtobusların dayanacağına yaxındır. Şəhərin istənilən bölgəsinə rahat gedə bilirsiniz. Burada isə saxlanc otağıdır. Baxın, artıq əşyalarınızı falan burada rahatlıqla yerləşdirə bilirsiniz. Kombi və qaz sayğacı burada yerləşir, dəyərli izləyicilərimiz. Burada isə əlavə olaraq elektrik açarları falan hər bir şey yerləşdirilib. İstəsəniz, yəni burada da nəsə bir mətbəx hissə kimi, yay mətbəxi kimi də düzəldə bilərsiniz. Mətbəx hissəni sizlərə təqdim elədik. Divarda məxməri Venesiya boyasından istifadə olunub, yəni aboy istifadə olunmayıb. Burada mənzilin gözəl bir qonaq otağı yerləşir. Baxın, dəyərli izləyicilərimiz, çox gözəl bir geniş qonaq otağı var. Kifayət qədər geniş sahəyə malikdir. Lazım olan aksesuarlarla tam şəkildə yığılıb, tam hazır şəkildə gətirilib. Baxın, bu şəkildədir qonaq otağımız. Çılçıraqları, spotları olsun, divarda gözəl buralar, güzgü və daraq işləmələr, Venesiya məxməri boyası və lepqa işləmələr tam şəkildə təsis olunub. Süpürgəliklər belə qapı materialındandır. Baxın, bu şəkildədir qonaq otağımız, dəyərli izləyicilərimiz. Bir şey daha sizə bu şəkildə göstərim. Mənzilin mərtəbəsi də çox gözəldir. 12 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Burada böyük yataq otağı yerləşir. Bu şəkildədir böyük yataq otağı. Hündürlük digər binalar nisbətən daha hündürdür bu bina. Yəni mənzilin daxili hündürlüyü çox genişdir, təqribən 3 metrə yaxındır. Əsas yataq otağı, orada qardırob yığmaq üçün ayrılmış solaq hissə var. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Baxın, belə bir uşaq yataq otağı var burada. Uşaq yataq otağı ilə böyük yataq otağının arasında bir o qədər də ölçüdə fərq yoxdur. İkisi də geniş, işıqlıdır. Gün düşən bir mənzildir. Uşaq otağında sizlərə təqdim elədiyim mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Qismət Şadlıq evinin arxasında Ləziz House restoranın qarşı hissəsində. Mənzilin həm Əsəd Əhmədov küçəsinə, həm Xiyabani küçəsinə çıxışı və bir çox avtobus xətlərinin dayanacağına
yaxınlığında infrastrukturla zəngin bir ərazidə yerləşir. Sakit, gözəl, əhatəsi ağaclarla əhatələnmiş bir binadır. Binanın geniş həyəti, yeraltı dayanacağı, 2 lifti var, sakit bir yerdə yerləşməkdədir. Yaxınlığında məktəb, bağça və iaşə obyektləri ilə zəngindir. Mənzilin sənədi kupçadır. 115 kvadrat ümumi sahəyə malikdir. Qiymət 275 min manat bazar qiyməti təyin olunub və real alıcıya da endirib olunacaqdır. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də gəlib baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.